Baxan nə bilir ki, çay məndən yapışır. Bir daha de, sağollar gətirir, Çok işlemir desem. Sabah Kızlar gel. bakın ben işe saldım ya. Akita, ben buradan bakarım sen. Bunu yeter bağladın Kerem'de. Öyle o geç bak. Sen söylemen açın. Belə videomu körradı zey. Pişikli, mişikli. Hayvanların şeyi de. Bilin. Pişiklər burada, çaynik burada. Gel töküm de. İndi siz, mənim başım milyon qazananda görürəm. 10 lira bak. Nişabə, Ha. sən bloger olsan, Hı. 1 milyon prosmotrin olsa, Hı. hökumət də sənə pul versə, Aha. bunlar da sənin yanına borca gəlsə, Ver kızım pulunu. dubl 1 kadr 20 manat. Cahildir özünü tərif et. Mənəm deyib öymə özünü. Həmişə müxtəsər söylə sözünü. Ya tamam. Öyle aç falan. Özü sifəti belə gülər üz göstər. Yer işini dərdim sən elə. Hə. Zorla. Bu qədər sən də davam eləyərsən, hə mama, davay. Nə deyim? O şeiri dinən bir dənə zəhmət olmasa. Mənəm deyib öymə özünü. Çalış müxtəsər Həmişə söylə həmişə sözünü. müxtəsər söylə sözünü. Cahildir özünü tərif edənlər, çox bilirəm demə, bilsən də əgər. Amin. Yeri var bir məsəl çeysəm yadigar, deməsəm ürəyin sıxılacaqdır. Birinci addımda loğalananlar ikinci addımda yıxılacaqdır. Maladır. Həmişə mən bunun üstündə hamıya deymişəm. Loğ adam görəndə bütün axlım çaşır başımdan. Onların gələcək Aha. yoxdur. Baxırsan ki, özü bir köpüyə dəymir, başlayır loğa-loğa danışır da mən həmişə onların sözünü kəsən adamım. Ona görə mən loğalıqdan xoşum gəlmir. Büqər bu şeirin dalını sən də birini gətir. 20 manat ver sonra. Öğütdən, nəsiyyətdən yaxşı Nə o dərs. qabağını eşitmədim. Hər kəs nə? Hər kəs sahib olar ağla kamala, öğütdən, nəsiyyətdən yaxşı dərs ala. Aha. O nəyə çatmadı? Yəni mən sənə öğüt nəsiyyət verirəm, ondan yaxşı bir dərs alasan gərək. Çox sağ ol, çox sağ ol. Bu güldüyüm bu yadımdan çıxır. Niyə? Yaxşı şeirlər deyirsən, prosta kadrlar burada qəşəng düşmür. Cənablar. Otur, xahiş olun şeirdir təzə. Gəlib çatmışıq. 1.45 idi. Mesaj mı? Artıq 16.45-dir. Havası. 4 saatdır buradayıq. 4 Gedəyin saat. də. Həyatımızın 4 saatı Bunlar da gözəl, xoşbəxt istirahət bir etsin. avan keçibdir. Allah qismət eləsin. Həftədə 40 saat, ildə 400 saat beləcənə Keçirir. keçsin. Dığırlanağın gedəyin evində. Evimizə. Deməli, mən indi kart nömrəsini sizə göndərəcəm. Kart nömrəsinə xoşunuza gələnlər pulu göndərərlər. Tutaq ki, Çinə getmək istəyirəm, Romaya getmək istəyirəm. İnternetdə axtarıram, görürəm cəmaət nə yeyir. Ora gedəndə mən taksiyə nə qədər pul verməliyəm və yaxud necə getməliyəm. Axtarıram, internetdə tapıram. Orada görürəm ki, hamı dilənir. Deyir ki, mən bu şeyi sizə göndərirəm, qanacağınız çatsa bir 50 qəpik göndərərsiniz. Mənim də qanacağım çatsa oraya 25 qəpik də göndərmirəm. Fikirləşirəm ki, mən özüm Yevlaxdanam. Aprelin 8-i qaraçı gündə mənə nəsə göndərirsiniz ki, mən də sizə nəsə göndəreyim. Hə, orada yazır. Görürüm ama o şeiri dedi. Ay mama otur orada şeiri deyirsə, zəhmət olmasa. Hə, nəyə aid şeir deyirsən? Gündə bir havaya qolun qalxmasın. Yaşatsın saadət düz ilqar səni. Dönmə öz əhdindən, öz ilqarından, döysə boran səni, döysə qar səni. İndi o şey demiş O ki, birisi perevedi pajalistə, mən başa düşmədim, hə. Tərcüm elədən mən indi biraz ruska yazışam və tərcüm elə başa düşmüşəm. Gündə bir havaya qolun qalxmasın, gündə bir şeylə məşğul ol. Yox, mən marağım çoxdur axı, hər şeylə maraqlanıram. Yaşatsın saadət düz ilqar səni. Düzlük biraz var, hə. Onu qız oğlana deyir. Hə, sevgidən zaten Sevgidən olan şey. Hə, başa düşdüm. Sonra Başa düşdün. bildim, indi sən bunu nəyə gətirdin, çıxartdın bu da Sən məni? dedin şöyle, mən də şöyle bildiyim şöyrlərdən dedim canım. Belə düzgünlükdən, zatdan nəsə belə başqa şeirlərdən denəndə. Hər şey yerişmə dərdini yarımdan çıxır.